Buna görə də Zelenski təbii ki, suverenlik dedikdə ümumi ərazini nəzərdə tutur, həm Krım daxil. Həmçindəki təhlükəsizlik zəmanətləri. Təhlükəsizlik zəmanətləri dedikdə, yəni gələcəkdə Rusiya azacıq da olsa Ukraynaya təhdid gətirməyəcəkdir. Amerika Birləşmiş Ştatları bu zəmanəti vermir sözdən çıxıq. Onların yanaşmasından biz bunu hiss edirik. Belə baxanda, əgər təhlükəsizlik zəmanəti Ukraynaya verilmirsə, hansı halda kimə etibar edib Ukrayna mövcud şərtlərlə razılaşıb müharibəni saxlaya bilər? Ukrayna hal-hazırki vəziyyətdə ən yaxın müttəfiqləri olan Britaniya, Almaniya, Fransaya etibar edə bilər. Təbii ki, bu sözdədir. Amma əməldə mən düşünmürəm ki, onlar hər zaman Ukraynanın yanında olacaqdır. Və əgər yanında olsaydılar, bu 2014-cü ildə özünü göstərərdi və 2022-ci ilin əvvəllərində özünü göstərərdi. Yəni, silah maliyyə yardımlarını nəzərdə tuturam. O vaxtda Biden hökuməti vaxtında təbii ki, Birləşmiş Ştatlar öndə idi. Və qeyd etmək də lazımdır ki, indiki halda Rusiyanın bu orta dəhlizə gedən müharibələr və başqa siyasi proseslərə görə geosiyasi dəyişikliklər fonunda Arktik kanalı, yəni yuxarı şimal zolağından Rusiyanın fəallığı artmışdır və yük daşımalarda da biz fəallıqları görə bilərik. Yəni bunların hamısı ona hesablanıb ki, Avropa Birliyi müəyyən iqtisadi və hərbi proseslərdə geri qalıb. Rusiyadan geri qalmayıb təbii ki. Yəni bu öz-özlüyündə Avropa dövlətlərinin geri qalmasıdır ki, təbii ki, bu Rusiya ilə mübarizədə, Çin ilə mübarizədə, başqa dövlətlər mübarizədə özünü göstərəcəkdir. İndiki halda düşünürəm ki, Zelenskinin siyasi durumu olduqca mürəkkəbdir. Çünki korrupsiya halları ilə üzləşmişdir və suverenliyi qorumaq dedikdə neçə müddətə döyüşə biləcəkdir? Ona o sualı versələr, mən düşünürəm ki, cavab tapa bilməyəcəkdir dəqiq olaraq. Aydındır. Sanki qarşımızda belə bir mənzərə yaranıb, belə bir senari cızılıb, hər şey planlaşdırılıb əslində Rusiya ilə Amerika arasında. İndi o planın icrası mərhələsindəyik. Hətta Zelenskinin istefa verməsi ilə bağlı, verəcəyi ilə bağlı daha doğrusu, anonslar da fikir verir sizə dünya mediasında hər gün inkişaf elətdirilir. Sanki insanları buna öyrəşdirirlər. Xüsusən də Ukrayna cəmiyyətini prosesə hazır vəziyyətə gətirməyə çalışırlar. Çıxış yolu Zelenskinin istefa verməsidirmi? Tutaq ki, sabah bu reallaşdı. Ukrayna necə davam edəcək? Məncə çıxış yolu deyil. Yəni, istefa verdikdən sonra hansı proseslər olacaq? Düzdür, Zelenskini mühakimə edə bilərlər, qınaya bilərlər siyasi cəhətdən. Ancaq təbii ki, o torpaqların müdafiəsi uğrunda hər hansı bir postu tutdu. Yəni, dövlət başçısı olaraq bəlkə də əlindən gələni etdi. Buna baxmayaraq, Zelenskini mən düşünürəm ki, çox belə gərgin bir vaxtda, problemli bir vaxtda hökumət başına gəldi və buna görə də Zelenski olmasın, başqa bir şəxs də olsaydı düşünürəm ki, müharibə davam etdiriləcəkdi. Ya Rusiya ilə əlaqələr qurulacaqdı, yəni Donbassdan imtina olunacaqdı, ya da ki, müharibə oldu. Bu ikisindən biri olmalıydı. Və indiki halda, misal üçün deyirəm, senari qursaq, Zelenski hakimiyyətdən gəlsə, yeni gələn nə edəcək ki? Çünki baxır kimin adamı olacaq? Amerikanın yeri gəlmişkən bununla bağlı planının nə olduğunu düşünürsünüz? Tutaq ki, belə bir senarinin Zelenski istefa verəcək hissəsi reallaşdı. Onun yerinə keçəcək namizəd də maraqlıdır. Bilirsiniz, müxtəlif versiyalar səsləndirilir. Bu həm də Rusiya maraqlarını qorumalıdır yeri gəlmişkən. Təbii ki, deməli, ortaq maraqları, necə ki, Gürcüstanda xanım prezident hakimiyyətə gəldikdə 2012-ci ildə Rusiya maraqları qorunmuşdu. Burada da belə olacaqdır. Müxtəlif versiyalar səsləndirilir, amma mən hələ ki, dəqiq deməkdə çətinlik çəkirəm. Çünki versiyalar müxtəlifdir. Ola bilər ki, bu danışıqların nəticəsindən və Zelenskinin hakimiyyətdən getməsindən sonra məlum olacaqdır. Amma fikir verirsinizsə, Zelenski sanki müharibəni davam etdirməkdə israrlıdır. Xüsusən də Avropa liderləri ilə görüşəndən sonra yeri gəlmişkən, bugün səhv eləmirəmsə İrlandiya lideri ilə görüşüb. Hər açıqlamasında suverenlik, hüquqlarımız, beynəlxalq hüquq məsələsini ön planda tutur və daha qətiyyətli danışmağa çalışır. Bu məqam da var. Belə bir hal ola bilər ki, Avropa dövlətləri yekdilliklə Fransa, Britaniya, həmin o özəl hərbi şirkətlərin yardımı ilə hərbiçilər yollasınlar, göndərsinlər və hərbiçilər buna razı olacaqmı? Həmçinin ki, maliyyə və hərbi yardımlar olmalıdır. İndiki halda düzdür, dron istehsalı artmışdı Ukraynada. Amma təbii ki, Pakrovsk istiqamətində geriləmələr mövcuddur. Hətta
Rusiya mənbələri dünəndən iddia edir ki, biz Pakos şəhərini götürmüşük, belə bir iddialar var. Həmçinin başqa şəhərlərdə Rusiyanın irəliləməsi onu göstərir ki, artıq Ukrayna ordusunda müəyyən qədər geriləmələr mövcuddur. Bu geriləmələr də nə zaman başladı? Tramp hakimiyyətə gəldikdən 2-3 ay sonradan başladı ki, Rusiyanın biz həmin istiqamətdə fəallığını görürük. Düzdür, az-az yerlər işğal olunurdu, amma hərbi yardım gəlmədikdən sonra Ukrayna nə edə bilər ki? Yəni məntiqi cəhətdən. Rüstəm bəy, son sualımı ünvanlayacağım sizə bu mövzu ilə bağlı. Deməli, Amerika Birləşmiş Ştatlarının mövqeyinin çox dəyişdiyini görürük. Məsələ ondan ibarətdir ki, dondurulmuş Rusiya aktivlərinin Rusiyaya qaytarılması ilə bağlı da söz-söhbətlər var və belə bir ehtimal var ki, artıq Amerika Birləşmiş Ştatları qərar verib bu barədə. Maraqlıdır, Moskva Vaşinqtonu bu mövzuda necə ram etdi? Və ən vacib sual, Birləşmiş Ştatları qorxudan nədir? Niyə bu qədər tez təslim etmək niyyətindədir Ukraynanı? Mən düşünürəm ki, iki halda Birləşmiş Ştatların mineral maddələrlə bağlı olan müqavilədən sonra Ukraynada maraqları böyükdür və hal-hazırki məqamda Avropa Birliyinin üzərinə atır məsuliyyəti həm bu proseslər var. Həmçinin də ki, Ukraynaya daha çox iqtisadi cəhətdən, maliyyə cəhətdən yardım etmək niyyətində deyildir. Bu ikinci məsələ. Üçüncü məsələ isə görünən odur ki, Ukrayna ilə bağlı, Ukrayna torpaqlarında ediləcək proseslərə görə müəyyən qədər tezləşdirmək istəyir. Deməli, orada hansısa maraqları vardır ki, belə bir plana gedirlər.